Salam, sabahınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində deməli Ay Ulduz Şadlıq Sarayına yaxın bir ərazidə 2,6 sot torpaqda bax belə bir 2 mərtəbəli həyət evi satılır. Qiyməti 115 min manatdır. Qiymətində mən bildiyimə görə mütləq razılaşma olmalıdır. Hal-hazırda mən deməli 1-ci mərtəbədə yerləşirəm. 1-ci mərtəbənin zalı bu cürdür. Təxminən deməli uzunluğu 15 metr, eni isə 7 metrdir. Yəni bax bu cür böyükdür. Yenidən mən sizə zalını göstərirəm. 2,6 sot torpaqda yerləşir. 215 kvadrat metrdir. Yerindən mən sizə zalını göstərirəm. Bax bu zal 1-ci mərtəbənin zalıdır. 1-ci mərtəbədə eyni zamanda bax qapını görürsüz. Deməli 2-ci otaq var. Həmin otaq keçmək üçündür. Hal-hazırda bağlıdır. İndi deməli mən sizə navesin alt hissəsini göstərirəm. Deməli Azərbaycan Dövlət Universitetinin 4-cü korpusuna yaxın bir ərazidir. Bax hal-hazırda navesin alt hissəsini görürsünüz. Eyni zamanda mən darvazadan giriş hissəsində yerləşirəm. Bax navesin alt hissəsi bu cürdür. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı edən sənəddir. Bax bura isə badvala keçmək üçündür. Mənə deyilənə görə badvalda olmamışam, ancaq böyük bir badvalı var. Bura isə vaxtilə deməli mən belə başa düşürəm mətbəx olub. Hal-hazırda belə bir mini mətbəx var. Bax burada. Ancaq mətbəx yeri yəqin ki ora olub vaxtilə. 1-ci mərtəbənin hamamını göstərirəm. Ay Ulduz Şadlıq Sarayına yaxın bir ərazidir. Bax bura deməli 1-ci mərtəbənin hamamıdır. İndi isə deməli 1-ci mərtəbədə yerləşən otağa keçirəm. 22 nömrəli orta məktəb yaxın bir ərazidə yerləşir. Bura isə bax 1-ci mərtəbənin deməli otağıdır. Zalı plus baxan zala keçmək üçün qapını görmək mümkündür. Buranın ölçüsü böyükdür. Hardasa 7-nin 6-yadır. Bax yəni bax bu ümumiyyətlə bu həyət evində olan otaqların ölçüləri həqiqətən çox böyükdür. İndi isə 2-ci mərtəbəyə qalxıram. Bax 2-ci mərtəbəyə deməli yəqin ki burada nə var? Bax burada bu zonadır. Orada yəqin ki əldamıdır. İndi isə 2-ci mərtəbəyə qalxıram. Dediyim kimi Ay Ulduz restoranına yaxın bir ərazidir. Bundan başqa yəni şəxsiyyən ərazisi kimi də başa düşmək mümkündür. 2-ci mərtəbədə bax burada ölçüləri çox böyük olan otaqlar var. 2-ci mərtəbənin hamamını görmək mümkündür. Bax hamam bu cürdür. İndi isə otaqlara keçirəm. Navesin alt hissəsini görürsünüz. Bax belə bir həyət evinin qiyməti 115 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bura isə 2-ci mərtəbənin deməli otaqlarından biridir. Bax otaqlar həqiqətən ölçüləri çox böyükdür. Bax belə yəni 7-nin 6-yadır hardasa. Bəlkə də 7-nin 7-yə. Bax otaqlar ümumiyyətlə bu həyət evində çox böyükdür. Bura isə 6-nın 5-ədir. Yəni bax bu 2-ci otaqdır. Yenidən mən sizə otaqlarını göstərirəm. Təmirini necə görürsünüz bu cürdə var. Bu otağın ölçüsü isə 7-nin 7-yə olmalıdır. Ümumi sahəsi 215 kvadrat metrdir. 2,6 sot torpaqda yerləşir. Qiyməti 115 min manatdır. Qiymətində mən bildiyimə görə mütləq razılaşma olmalıdır. Yenidən bax bu deməli həyət evinin harada yerləşmən mən sizə deyim. Hal-hazırda deməli bax bir dəqiqə deməli bax mən durduğum deməli bax bu sağ tərəfdə Eminbəyli küçəsi yerləşir. Məxrəsə bağına yaxın bir ərazidir. 22 nömrəli orta məktəb deməli çox yaxınlıqda yerləşir. Bax bu istiqamətdə sol tərəfdə, yəni sağda Eminbəyli küçəsi, solda isə deməli Ay Ulduz Şadlıq Sarayına yaxın bir ərazidir. Məxrəsə bağına yaxın bir ərazidir demək mümkündür. Bax belə sizlərə uğurlar.